وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللّٰهِ أَحَدًا. Bismillahirrahmanirrahim. Elhamdülillah və salatu və salamu alə məllə nəbiyyə bədə əmmə bəd. Selamun aleyküm və rəhmətullahi və bərəkatuhu. Elhamdülillah qardaşlar, biz deməli Səhih Buxarinin 4-cü kitabındayıq. Kitabul Vudu. Deməli 4-cü kitab dastamaza aid olan kitabdır. Birinci kitab vəhyin başlanmağı idi, ikinci iman, üçüncü elm. İndi isə 4-cü artıq fiqh məsələləri keçir, dastamazdan başlayır. Və burada 32-ci babdayıq. Babın adını belə qoyub şeyx. Bəb əl-iltiməsil əl-vudu İzə hənətis salə. Yəni, namazın vaxtı gələndə dastamaz almaqdan danışır. Namazın vaxtı gələndə. Burada deyir ki, qalət Aişə radiyallahu anhə hadaratis subhu faltumisəl mə'u fələm yucəd fənəzələ təyəmmüm. Aişə radiyallahu anhə deyir ki, bir dəfə deməli, sübh namazında vaxtı gəlmişdi, lakin su tapa bilmədik. O vaxtı təyyəmmüm nazil oldu. Yəni təyyəmmüm ayəsi. Burada deyir ki, 169-cu hədisdə qalə həddəsənə Abdullah ibn Yunus qalə əxbarənə Məlik əni İshaq əni Abdullah ibn Əbi Talhə əni Ənəs ibn Məlikin ənəhu qalə rəaytu Rasulullah sallallahu aleyhi ve sellem və hənəti salatul asri fəltəməsən nəsu əl-vudu fələm yecidhu fəutiyə və Rasulullah sallallahu aleyhi ve sellem bivadu fəvada'a Rasulullah sallallahu aleyhi ve sellem fi dəlikə ləinə yədəhu və əmrən nəsə ən yətəvaddau minhu qalə fəraytul mə yənbu'u min təhti əsabihi həttə təvaddau min ində əxirihim. Deməli, deyir ki, Ənəs ibn Məlik, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, səfərdə idi və əsr namazın vaxtı gəldi. Nə qədər su axtardıq, tapa bilmədik. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, bir dənə qabı gətirin. Əlin saldı qaba. Deyir, barmaqların arasından su başladı axmağa. Hamımız deyir, dastamız aldıq. Deyir, Allah bilir say nə qədər idi. Hamımız deyir, dastamız aldıq. Təbii ki, burada bu Peyğəmbər sallallahu aleyhi ve sellem möcüzələrindən idi. Möcüzələrindən. Və dəlil idi ki, Peyğəmbərdir. Çünki Peyğəmbərlər hamısında möcüzələr olub. Möcüzələr. Və sadəcə müəllif burada rahimehullah bunu gətirməkdə məqsəd, yəni namaz vaxtı yaxınlaşanda dastamaz almaq. Şərt deyil, dastamazı qabaq almaq. Əsas lazımdır nə vaxt? Namaza vaxtı gələndə və ya yaxınlaşanda. Sonra burada müəllif rahimehullah 33-cü fəsildə qeyd edilir ki, bəb əl-mə'ullezî yuğsalu bihi şa'rul insan. Şa'rul insan və kana ata'un la yara bihi ba'san an yuttaxada minha el-xuyud vel-hibal və suril kilab və mamardiha fil məscid. Və qala Zuhri izə vələğa fi ina'i leysə lehu vadu غيره يتوضأ به وقال سفيان هذا فقه بعينه يقول الله تعالى فلم تجدوا ماء فتيمموا وهذا ماء وفي النفس منه شيء يتوضأ به ويتيمم. Bu fəsildə, yəni Şeyx İmam Buxari gətirir ki, insanın tükünə dəyən su nəcis deyil. Nəcis deyil. Və həmçinin itin ağzındakı olan su nəcis olmamağına dəlalət eləyir. Çünki deyir, meçidlərdə o vaxtı keçirdilər itlər, Peyğəmbər sallallahu aleyhi ve sellem vaxtında. Sonra Zuhrinin sözünü gətirir, deyir ki, əgər bir it sizin qabınızdan su nəsə içsə, dastamaz ala bilərsən. Dastamaz ala bilərsən. Və bir rivayətdə də gəlib ki, dastamaz alıb sonra təmmüm almaq. Yəni, burada söhbət nədən gedir? Yəni, suyun hökmündən, əgər insanın saçına dəyibsə və ya itin məsələn ağzına dəyibsə, bu məsələdə qardaşlar, elə bil ki, İmam Buxari itin ağzında olan suyu nəcis görmür, o fikrə meyl eləyir. Çünki qabaqda gələn hədislər də, düzdür, açıq ondan söz yoxdur. Amma alimlərdən deyən olub. Məsələn, həmbəlilərlə şafilər deyirlər ki, it nəcisdir, ağzında olan su. Lakin hənəfilərlə malikilər fərqlidir. Hətta İmam Malik deyib ki, it təmizdir. Bəzi alimlər eyb eləyiblər İmam Malikə bu məsələyə görə. Hətta şeir var, deyir, Maliki deyirəm ki, deyim ki, it təmizdir mənası. Düzdür, İmam Malik, rahimehullah, orada bir neçə dənə deyir, indi gələcək inşallah, yaxşı. Burada nə deyir? Deyir ki, əgər it qabınızda toxunsa, burada hədis demir, sözdür sadəcə İmam Buxarinin dastamaz alınır ondan.
Lakin burada indi 170-ci hədisdə gətirir, rahimehullah. 170-də nədir? Deyir ki, deməli, حدثني ابن إسماعيل مالك بن إسماعيل قال حدثني إسرائيل عن عاصم عن ابن سيرين قال قلت لأبيدة عندنا من شعر النبي صلى الله عليه وسلم أصبناه من قبل أنس أو من قبل أهل أنس فقال لأن تكون عندي شعرة منه أحب إلي من الدنيا وما فيها. Burada bir rivayet getirir. Enes deyir ki, Enes. Daha doğrusu Enes radıyallahu anh'da Peygamber sallallahu aleyhi ve sellem tükü var idi. Tükü yani burada işare edilir ki eğer tük necis olsaydı saklamazlar. Lakin tük necis değil. Şimdi orada ihtilaf var. Ölünün necisliği yoksa yok. Şimdi burada Peygamber sallallahu aleyhi ve sellem biz tabii ki çok derine varmırıq da. Burada Peygamber sallallahu aleyhi ve sellemin saçı var idi. Burada da deyir ki Enes deyir ki radıyallahu anhu deyir Peygamberin tükü məndə olmağı dünyada en sevimli bir şeydi. Dünyada ne sevimli şey varsa bir dənə ona nail olmaq. Və sahabələr Peygamber sallallahu aleyhi ve sellem tükün, dırnağın götürürdülər, yığırdılar. Təbərrük eləmək üçün. Qabığı və s. Düzdür, indi yoxdur. Düzdür, Türkiyədə o şeydə var. Nə bilim, Musa aleyhissalamın hassası, Adəm aleyhissalamın əbası, Adəm aleyhissalamı. Biz ona varmırıq, hə. Ancaq ki, dəqiq nəsə Peygamber sallallahu aleyhi ve sellem qalıb, dəqiq yoxdur. Bu bir. İkinci, Peyğəmbərlərin əşyasına bəzi bidət əhli bu cür rivayətləri gətirirlər və ya ayədə Yusuf deyir, apar köynəyimi Yaquba gözlərini sürsün. Siz deyirsiniz ki, təbərrük eləmək olmaz. Deyir, təbərrük. Birinci, Peyğəmbərin əşyalarını olar. Yusuf Peyğəmbər idi, Yaqub da Peyğəmbər idi. Peyğəmbərin əşyasını olar. Qeyrisinin olmaz. Yəni, bizimlə müxaliflərin arasında biz təbərrükü mütləq şəkildə, təbərrük nədir? Məsələn, nəsə əşyadır Peyğəmbərin. Götürürsən, bərəkət ummaq üçün məqsədi ilə səbəb kimi, Allahdan bərəkət istəmək üçün ondan istifadə edirsən. Qeyrisindən yox. Təbərrük budur. Burada söhbət biz mütləq şəkildə təbərrükü inkar eləməliyik. Lakin nə inkar eləyirik? Peyğəmbərlərdən başqa şeyi. Əşyalarını təbərrük eləmək. Ona görə Muaviyyədə Peyğəmbər sallallahu aleyhi ve sellem dırnaqları var idi. Muaviyyə vəsiyyət elədi ki, məni yuyandan sonra qoyarsınız gözlərimə, hələ də kəfənləyərsiniz. Ona görə bəzi sahabələrdə var idi əşyaları. Amma indi qalıb, yoxdur elə şey. Yoxdur. 171-ci hədisdə. Deyir, Həddəsənə Muhammed ibn Abdurrahim, qalə əxbarənə Səid ibn Süleyman, qalə həddəsənə Abbad, عن ابن عون عن ابن سيرين عن أنس أن رسول الله صلى الله عليه وسلم لما حلق رأسه كان أبو طلحة أول من أخذ من شعري. Burada həmçinin göstərir ki, sahabələr necə təbərrük edirdilər. Yəni, deyir ki, İbn Sirin deyir ki, Ənəs deyir ki, o vaxt ki, Peyğəmbər sallallahu aleyhi ve sellem başını qırxdı, Abu Talha ən birinci götürdü. Peyğəmbər sallallahu aleyhi ve sellem saçın. Yəni, göstərir ki, təbərrük eləmək olar. Lakin Peyğəmbərlə. Sonra burada 172-ci hədisdə deyir ki, Həddəsən Abdullah bin Yusuf, ən Məlik, ən İbn Zinad, ən A'rac, ən Əbi Hureyre, ən Rasulullah sallallahu aleyhi ve sellem qalə, İdə şəribəl kəlbu fi inəy əhədikum fəli yuxsiluhu səbə. Burada yenə hədis gətirir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyib ki, Əbu Hureyre'dən ki, əgər it gəlibsin qabımızdan su içsə, onu 7 dəfə yuyun. 7 dəfə yuyun. Bir rivayətdə gəlib ki, birində torpaqla. Burada nədir məsələ? Bu rivayəti deməli, İmam Malik görmür. Yəni tərtibi 7 dəfə. 7 dəfə görmür. Təbii ki, İmam Malikin, biz dedik, İmam Malik iti nəcis görmür. Yəni, çünki İmam Malik ayəyə istinad edir və bəzi hədislərə. Ayədə nə deyir? Allah Teala deyir ki, əgər bilən ovçu iti ovu tutsa, ora təmizdir o yer. Heç yumaq lazımdır, yeyə bilərsən. İmam Malik deyir ki, nəcis olsaydı, əmir gələrdi ki, yu sonra. Sonra İmam Malikində ola bilsin gələcək yenə qabaqda. Deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem vaxtında itlər girirdilər, bövlüləyirdilər meçiddə. Çünki meçid torpaq edər ya. Ona görə bu onun dəlildir ki, əgər nəcis idisə, orada su tökərdilər və s. İndi düzdür, alimlər şərh veriblər ki, ola bilsin meçidin bayrına idi, ola bilsin birinci nəh gəlməmişdi, sonra nəh gəldi. Hətta Peyğəmbər sallallahu aleyhi ve sellem itləri uzaqlaşdırmağı əmr etdi Mədinədən. Məsələn, Mədinədə xüsusən it görməzsən, nadir hallarda. Və ona görə təbii ki, ən güclü rəy nədir? İtin nəcis olmasında cümhur alimlərin, yəni çoxsunun. Amma İmam Malik deyir ki, təmizdir. Ona həmçinin sayda da İmam Malik deyir ki, yəni 3 dəfə də yiyə bilərsən, 7 dəfə şərt deyil. Lakin burada nə söhbət gedir? Yaxşı, birdən
Burada nədən söhbət gedir? O qabdan ki, sən istifadə edirsən. Lakin birdən tayıb, gəldi it şalvarıva toxundu, geyinvə. 7 dəfə yox, bir dəfə. Söhbət gedir orada 7 dəfə nə üçün? Yediyin, istifadə etdiyin qabdan söhbət gedir. Amma əlin dəysə, birdən əlivə məsələn ağzın suyu dəysə və ya tüki və ya paltarı var, ona belə bir dəfə yursan bəs edir. Aydındır. Sonra burada müəllif rahimehullah 173-cü hədisdə deyir ki, həddəsənə İshaq, əxbarana Abdussamad, həddəsənə Abdurrahman ibn Abdullah ibn Dinar, səmitu Əbi, ən Əbi Salih, ən Əbi Hureyre, ən Rasulullah sallallahu aleyhi ve sellem, ən rəcul ra'a kəlbən ya'kulu thara minəl ataş, fəəxədə rəcul xuffahu, fəcəalə yəğrifu ləhu bihi, həttə ərvahu, fəşəkərəllahu ləhu, fədxələhu'l cənnə. Yəni burada deyir ki, rahimehullah, deyir ki, Əbu Hureyre'dən Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, bir kişi görür ki, bir it susuzluqdan əziyyət çəkir və götürdü ovucunda itə su verdi. İtə su verdi, fəşəkərəllahu ləh, yəni Allah Teala onu tərif etdi və daxil etdi cənnətə. Ola bilsin, ona görə deyirəm ki, Buxari elə bir ki, meyl eləyir bu fikrə. Meyl. Burada ne üçün? Çünki nəcis olsaydı, bu ovucuyla verdi, sonra gəlmədi ki, o nəsə 7 dəfə yudu və ya nəsə. Amma bu ola bilsin, alimlər nə deyirlər? Ola bilsin, İslamdan qabaq olan məsələdir. Bəni İsraildən. Ola bilsin, onlarda caiz idi. Ola bilsin. Yəni, onların dinində olan qaydalar bizim dinindən sayılmır. Bir dənə o vaxt sayılır ki, bizim dinimiz təsdiq eləsə. Məsələn, Allah Teala deyir ki, sən nəllərimi çıxart, ayaqqabılarımı çıxart, sən pak yerdəsən. Biri gətirə bilər ki, meçidə ayaqqabıyla girmək olmaz. Yox, ancaq bizim şəriətdə meçidə girmək olar. Əksinə, ayaqqabıyla namaz qılmaq daha əfsəldir. Aydındır. Düzdür, indi xalçalardır və s. ona görə çıxardırıq. Amma məsələn, biri gətirə bilər yəni. Və ya məsələn, Süleyman deyir, heykəl qoydu. Heykəl olan şəriətində olardı, bizdə olmaz. Bizim şəriət nə vaxt olan şəriəti bizə aid ola bilər, əgər bizimki təsdiqləsə. Amma yox, müxalifdirsə bizim şəriət ola bilməz. Aydındır. Necə ki, məsələn, Kəf surəsində dedilər ki, orada dayananlardan bəziləri, bəlkə onların üzərində meçid tikək. Onun bidət əhli gətirir axı, dəlil. Deyirsiniz, meçid olmaz, amma Kəf surəsində orada deyir axı, orada dayananlar dedilər ki, bəziləri, bəlkə onların üzərində meçid tikək. O, İslamdan qabaqdır. Bu bir. İkinci, o mağaranın içində, o mağaranın üstündə, mağaranın içində necə tikəcəklər? Mağaranın üstündə. Orada məqsəd qəbrin üstündə deyildi. Dayıb, çox dərinə gedməyək. Deməli, həmçinin burada görsənir ki, heyvana baxmaq savab qazanmaqdır. İnsan heyvana, balaca bir hərəkət, cənnətə nail ola bilərsən. Allah Teala'nın rəhmətinə. Həmçinin heyvana baxmaq da savabdır. Sonra burada, rahimehullah, 174'te deyir ki, Qala Habib Ahmed ibn Şebib, حدثنا عن يونس عن ابن شهاب قال حدثنا حمزة بن عبد الله عن أبيه كانت الكلاب تبول وتقبل وتدبر في المسجد في زمن رسول الله صلى الله عليه وسلم فلن يكونوا يرشون شيئا من ذلك. Yani o rivayeti getirir. Peygamber sallallahu aleyhi ve sellem vaxtında itlər giriblər, çıxırdılar, batırırdılar, su tökmürdülər. Elə bir ki, Buxari meyil edir oraya. Allah bilir. Onu göstərir ki, əgər nəcis olsaydı suza tökərdilər. Allah bilir, ola bilsin, bu sonradan nəh gəldi. Ola bilsin. Sonra burada Buxari 175-ci hədisdə deyir ki, Həddəsənə Həbs ibn Umar, qalə Həddəsənə Şubə ən ibn Əbi Səfar, ən Şə'bi, ən Adi ibn Hatim, qalə səəltü Rasulullah sallallahu aleyhi ve sellem, İzə ərsəltə kəlbəkə al-muallim fəqətələ fəkul, və İzə əkələ fələ təəkul, və İzə əkələ fələ təəkul fəinnəmə əmsəkəhu alə nəfsi, və qultu أرسل كلبي فأجد معه كلبا آخر قال فلا تأكل فإنما سميت على كلبك ولم تسمي على كلب آخر. Deməli, bu hədisdə də Buxari gətirir, deyir ki, İbn Əbi Hatim, ya Adi İbn Hatim, deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem soruşdum ki, ya Resulallah, əgər mən itimi göndərsəm ovu gətirməyə, dedi, gətirsə, ye. Yox, özü yesə, yemə. O nə deməkdir? O deməkdir ki, əgər it yeməsə, gətirirsə, qoysa qabağıma, deməli o elmli itdir. O ovu yeyə bilərsən. Yox, getsə, özü yesə biraz, sonra getsə, o artıq yiyib, elmli deyil. Sonra gəlir ki, dedim ki, birdən mən itimi göndərsəm, gedib görürəm ki, başqa it də yanındadır. Dedi, onu da yemə. Ola bilsin, o toxunub da. Çünki elmli iti ağzındakı su təmizdir. Ovda istisnadır bu.
istisnadır. Amma birdən 2 dənə görsün, ola bilsin elimsizdir, onda deyir ki, yemək yenə. Təbii ki, bu qayıdır ovun əhkamlarına və s. inşallah qabaqda gələcək. Allahın izni ilə bunların hamısı bəziləri çoxsu qabaqda gələcək. Daha orada geniş toxunarıq. Və sonra çatdıq artıq 34-cü fəslə. İnşallah bu qalsın gələn məclisimizə. Allah Subhanahu İmam Buxari rəhmət eləsin. Allah bizə eşitdi faydalardan etsin. Və selamun aleyküm və rəhmətullahi və bərəkatuhu.